Kirayəçinin hüquq və öhdəlikləri. Yaşayış mənzillərinin icarəsi üzrə məsələlərə baxan idarəyə və ya qısaca olaraq ORT adlanan idarəyə xoş gəlmisiniz. Bu videoda kirayəçinin hüquq və öhdəlikləri haqqında danışacağıq. Kirayə bir kontrakt növüdür və kontraktın həyata keçirilməsi üçün də hər iki tərəf öz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Kirayəçinin ən vacib öhdəliklərdən biri kirayə məbləğini vaxtında ödəməkdir. Ödənişin gecikdirilməsi və ya ödənilməməsi kirayəçinin evdən çıxarılmasına səbəb ola bilər. Kirayə məbləğinin ödənilməməsi hüquqi cəhətdən heç cür əsaslandırıla bilməz və hətta mənzil sahibinin hər hansı bir qanunsuzluq etməsi belə buna əsas ola bilməz. Eyni ilə mənzil sahiblərinin kirayə məbləğini ödəməməsi kimi hər hansı bir səbəbə görə kirayə verilmiş mülkiyyətin açarlarını dəyişməyə ixtiyarı yoxdur. Əgər kirayə konkret müddət üçün razılaşdırılmışsa, kirayəçilər razılaşdırılmış müddət üçün nəzərdə tutulan məbləğin ödənilməsini məsuliyyət daşıyırlar. Əgər kirayəçinin mənzili icarə müddəti başa çatmasından əvvəl tərk etmək zərurəti yaranarsa, o zaman o kirayə müddətinin vaxtından əvvəl dayandırılmasının mümkün olub-olmaması ilə bağlı mənzil sahibi ilə danışıqlar aparmalıdır. Bu cür danışıqlar yerdə qalan müddət üçün əvəzedici kirayəçi tapılmasına kömək edə bilər. Kirayəçi üçün digər bir variant isə yerdə qalan kirayə müddəti üçün mülkiyyətin sub-icarəyə verilməsi ola bilər. Lakin bu halda, yəni mənzilin sub-icarəyə verilməsi halında kirayəçi mənzil sahibindən icazə almalıdır. Mənzil sahibləri də öz növbəsində hər hansı bir tutarlı səbəb olmadan icazə verilməsindən imtina edə bilməzlər. Bəzi hallarda mənzil sahibi təmir işləri, həşəratların məhv edilməsi və ya mənzilin yenilənməsi ilə bağlı kirayəçinin müvəqqəti olaraq tərk etməsi zərurəti yarana bilər. Belə olduğu halda və icarəçinin mənzildən tam olaraq istifadə etməsi və ya daxil olması mümkün olmadıqda, kirayəçi həmin müddət üçün ortaya çıxan əlavə xərclərə görə kompensasiya almaq hüququna malikdir. Bura aşağıdakılar aid ola bilər. Kirayəçinin mənzildə qalmadığı müddət üçün endirimli kirayə haqqı və ya oteldə qalmaq xərcləri. Mənzil sahibləri və kirayəçilər yuxarıda qeyd etdiyimiz hallar ilə bağlı kirayəçiyə ödəniləcək kompensasiyada daxil olmaqla alternativ variantları əvvəlcədən danışıb razılaşdırmalıdırlar. Kirayəçilər kirayə müddətində mənzilə yetirdikləri zərərə görə mənzilin təmir edilməsinə və mənzilin lazımi qaydada təmiz saxlanmasına görə məsuliyyət daşıyırlar. Kirayəçilər qonşuluqda yaşayan digər kirayəçiləri də nəzərə almalıdırlar. Bütün kirayəçilərin yaşadıkları mənzillərində sakitlik şəraitində yaşamaq hüquqları vardır. Sakitlik şəraitində yaşamaq başqaları tərəfindən narahat edilməməkdir. Əgər kirayəçi digər bir kirayəçinin yaratdığı səsdən və ya siqaret tüstüsündən və digər növ tüstüdən narahat olarsa, o zaman bu barədə mənzil sahibinə məlumat verməlidir ki, mənzil sahibi həmin pozuntu halına yol verən kirayəçiyə xəbərdarlıq etsin. Başqalarını narahat etməkdə davam edən kirayəçi mənzildən çıxarıla bilər. Əgər kirayəçinin kirayə müddətində hər hansı bir problemi yaranarsa, ilk addım mənzil sahibi ilə danışmaq olmalıdır. Üzbəyüz danışıqla bir çox məsələləri həll etmək olar. Ətraflı məlumat üçün bizim 3w.saskatchewan.ca/ort internet saytımıza müraciət edə bilərsiniz.